Əziz 7-ci sinif, növbəti səhifə ilə davam edirik. 24-cü səhifəni işləyəcəyik bugün və rasional ədədlərin çıxılması. Bir də 7-ci tapşırıq qalıb, onu yekunlaşdıracağıq. Deməli, əziz şagirdim, bütün bunları və KSG, BSG nümunələrini, sınaqları siz ödənişsiz WhatsApp qrupundan əldə edə bilərsiniz. Nömrə WhatsApp qrupunun linki açıqlamada həmişə qeyd edirəm, bütün videolarımın altında var. Və sizdən bir xahişim də var ki, videoma like edin, kanalıma abunə olun. Çünki kanalımın böyütməsini istəyirəm. Bu mənə bir motivasiyadır. Və şərhlərdə də xoş sözlərinizi gözləyirəm. Gəlin indi 7-ci tapşırıqla davam edək. 7-ci tapşırıqda bizə deyir ki, toplamanın xəsarəni istifadə etməklə cəmi tapın. Mən sizə burada bu tip çalışmalarda rahat bir yol demişdim. Yadınızdadırsa digər videolarda var idi. Demişdim ki, çalışın birinciyi eyni işarələri toplayın. Yəni, bax, bir bu var, bir bu var, bir bura. Bunların üçü də mənfidir. Deməli, mən bunları toplayıb cavabı mənfi yazacağım. Onda, gəlin mən sizə burada yeni bir səhifə açım. Çünki bura yerləşmir və biraz narahat qalmış olacaq. Aha, səhifəni yeniləyirik, bəli. Deməli, baxın. Bu üç mənfinin cəmi neçə eləyir? Əlbəttə ki, cavabı da mənfi yazacağıq. Onda bu tək qalmış 8/7-ni yazıram, üstəgəl qoyuram. Bunların cavabını isə mənfi olaraq mötərizədə yazacağam. 8/7-nin üstə 1/5 gələndə eləyir. Deməli, 10/2, onun da üstünə 4 gələndə 14/2 eləyir özdə mənfi. Aha. Bəs indi biri mənfi, biri müsbət ədədlərin toplanmasına çevrildi axı. Bu zaman isə böyükdən kiçiyi çıxırıq. Yəni 14/2-dən 8/7-ni çıxırıq və böyüyün işarəsini yazacağıq. Yəni bunun cavabı olacaq mənfi. Çıxaq 5, burada qaldı 3, 10 üstdən 8-in də oldu 5. Deməli cavabımız oldu mənfi 5/5. Gəlin ikinci tapşırığa baxaq. Burada da seçirəm birinci bu iki mənfini toplayıram. Cavabını yazıram. Deməli, bu iki mənfinin cavabı eləyir mənfi, burada mən sizə hətta 2 yol deyəcəm. Yəni, gəlin elə o yol, birbaşa o yol deyirəm. Baxın, heç o yol demirəm. Burada birinci növbədə mən mənfi 5/2 ilə müsbət 5/2. Baxın, birinci misalın birinci üsul bu şəkildə. İndi ikinci misal üçün ikinci üsul deyirəm. Mənfi 5/2 ilə 5/2-ni toplayacağım. Bax, mənfi 5/2 ilə 5/2-ni toplayacağım. Cavab neçə eləyəcək? 0. Əla. Deməli, bunların cavabı getdi 0. Mən sadəcə əlimdə nə qaldı? Mənfi 1/9 ilə, daha doğrusu mənfi deyil, müsbət 1/9 ilə mənfi 3/2-nin toplanması qaldı. Elə deyil? Burada da biz görürük ki, biri müsbət, biri mənfi ədəd olanda biz böyükdən kiçiyi çıxırıq, lakin böyüyün işarəsini qarşıya yazırıq. Bu isə eləyir mənfi 1/3. İndi baxaq o biri misalımıza. Yenə də birinci növbədə baxırıq ki, bax bu ikinci üsul kimi hansısa bir müsbət və ya mənfi ədədin cavabı 0 edirmi? Xeyr. Onda bayaq dediyim üsul kimi. Bax, müsbətləri seç, topla. 7/6 ilə 0/4-ü toplayanda eləyir 8 tam və üstə gəl. İndi isə bu qırmızıları topla. Və cavabı mənfi yaz təbii ki. Bu da eləyir mənfi 9 tam. Aha, biri mənfi, biri müsbət ədəd toplananda böyükdən kiçiyi çıxıram və böyüyün işarəsini yazıram. Növbəti misalda əvvəla baxıram ki, cəmi bir mənfim var. Deməli, qalan müsbətləri toplayıram. 3/4 ilə 8/3-ü toplayanda eləyir 11/7. Onun da üstünə 1/2 gələndə eləyir 12/9. Bunun üzərinə burada tək qalmış mənfini üstə gəlirəm və bilirəm ki, böyükdən kiçiyi çıxıb cavabımı böyüyün işarəsini yazacağam. Böyüyün işarəsi də zaten müsbətdir. Növbəti yeni səhifə açaq. Deməli, burada da baxıram, birinci baxıram 0-a çevrilən varmı? Xeyr. Onda seçirəm eyni işarələri toplayıram və işarəsini də saxlayıram. Deməli, cavabımız mənfi 2/1 ilə 1/7-ni toplayanda 3/8, bir də üstünə 0/4 gələndə 4/2 eləyir.
və bunun üzərinə 5/3 gəlirəm. Təbii ki, biri müsbət, biri mənfi olduğundan böyükdən kiçik çıxacam. Bu eləyəcək 1/10 və böyüyün işarəsi də zaten müsbətdir. Növbəti misalda biz baxırıq ki, müsbətləri toplayacağam, cavabını yazacağam. Bu eləyəcək bizdə 11 tam. Bunun üzərinə bu iki mənfinin cəmini gələcəm və əlbəttə ki, mənfi kimi yazacağam. Deməli, 3/2 ilə 1/9-u toplayıram, bu eləyir 5/1. İndi təbii ki, biri mənfi, biri müsbət olduğundan biz 11-dən bu 5/1-i çıxmalıyıq və cavabımız nə olacaq? Təbii ki, müsbət olacaq. Bu da eləyir 5/9. Bu oldu bizim köhnə dərsimizdən misalımız qalmışdı səhifə olaraq. İndi isə yeni mövzumuz rasional ədədlərin çıxılmasıdır. Gəlin baxaq. Yeni səhifə açıram. Və yaxud da buradan da yaza bilərəm. Gözləyim bir dəqiqə. Görün buradan necə olacaq. Pis olsa şey eləyərik. Yer var da yetərincə. Aha. Bax, nə deyir bizə? Deyir, azalanın üzərinə çıxılanın əksini əlavə elə. Bu bizə nə deyir? Deməli, bunu necə yazaq? Azalanı olduğu kimi yazırıq, dəyərli şagirdlər. Üzərinə gəlirik, yəni üstə gəlirik. Çıxılanın əksini. Çıxılanın nədir səndə? 7/6. 7/6-nın əksi nə sayılır? -7/6 sayılır. Aha, bəs bundan sonra nə edeyim? Bundan sonra artıq biz bilirik ki, biri mənfi, biri müsbət ədədlərin toplanması zamanı böyükdən kiçik çıxırıq. Deməli, mən 7/6 böyükdür, axı 7/2-dən. 7/6-dan 7/2-ni çıxacağam. 7/4 və işarəsini mənfi yazacağam. Bura baxıram. 4/2 üzərinə gəlirəm. Çıxılanın əksini və burada da böyükdən kiçik çıxıram. Bu eləyir 1/1. Lakin böyüyün işarəsi mənfi olduğuna görə mən də mənfi yazıram. Növbəti C variantına baxaq. Aha. Burada yenə -1/5/3 bu azalanımdır. Üzərinə gəlirəm. Çıxılanın əksini. Baxıram ki, iki mənfi ədədin toplanmasına çevrildi. Deməli, bunun da cavabı olur -1. Sadəcə toplayıb mənfi yazıram da. -1/5/6. Bu isə -2/5/1 deməkdir. Bura baxıram. -2/1 üzərinə gəlirəm. Çıxılanın əksini. Bu isə iki mənfi ədədin toplanması mənfi olaraq qalır. 5/7-dir. Y variantında azalanı olduğu kimi yazıram. Üzərinə gəlirəm. Çıxılanın əksini. Çıxılanımızın özü mənfi olduğuna görə onun əksi müsbət 2/1 deməkdir. Deməli, burada biri müsbət, biri mənfi ədəd olduğuna görə böyükdən kiçik çıxıb böyüyü yazıram. Təbii ki, böyüyümüz budur. 2/2-dən 3/1-i çıxacağam. Cavabım da müsbət edəcək. Və təbii ki, biz çıxma zamanı bunları ortaq məxrəcə gətirmək falan, onları artıq öyrənmişik. Mən ona görə sizə bu detalları xırdalamıram. Siz artıq 2/2-dən 3/1-i çıxmağı bacarırsınız. Mən sizə birbaşa cavabı yazıram ki, 2/6/1-dir. Növbəti yenə -1/8 üzərinə gəlirəm. Çıxılanın əksi. Çıxılanın əksi də müsbət 0/6-ya çevrilir. Yenə burada böyükdən kiçiyi çıxıram. Böyük təbii ki 1/8-dir və böyüyün işarəsini yazıram. Növbəti C variantı. Burada da 3/5 üzərinə gəlirəm. Çıxılanın əksi müsbət 6/5-dir. Buranı 2-yə vururam. Eləyir 6/10. Üzərinə gəlirəm 5. Eləyir 6/15. Siz bunu qarışıq ədədə çevirə bilərsiniz. Belə də saxlaya bilərsiniz. İxtisar da edin. Yəni, o hissələrini özünüz eləsəz yaxşıdır. 3/9 üzərinə gəlirəm müsbət 6/2. Çünki bunun əksi müsbətdir. Bu da bizə eləyir deməli 10/1. Aha. Vəssalam, dəyərli şagirdim. 24-cü səhifəni yekunlaşdırdıq. Bəli, əziz 7-ci sinif, deməli, rasional ədədlərin çıxılması mövzusunun ardı səhifə 25-dədir və biz bu 25-ci səhifəni 10, 11, 12, 13-cü misallarını işləyək.
Növbəti koordinat oxunda 2 nöqtə arasında məsafəni isə növbəti videoda işləyəcəyik. Deməli, 10-cu sualda bizə nə deyir? Əməlləri yerinə yetirin. Aha, və burada biz nə görürük? 2 mənfi ədədin toplanmasını görürük. Və biz bilirik ki, 2 mənfi ədədi toplayarkən bunların özlərini toplayıb qarşıya mənfi yazmaq lazımdır. İndi 5-də 4-ü biz onluq kəsrə çevirsək, 0,8 edir. Deməli, mən 0,8 ilə 1,4-ü toplamalıyam və sadəcə cavaba mənfi yazmalıyam. Bu isə 2,2 deməkdir. B bəndində isə biri mənfi, biri müsbət ədəd olduğundan biz böyükdən kiçiyi çıxıb böyüyün işarəsini yazmalıyıq. Və mən baxıram ki, 2-də 1 kəsiri 0,5 deməkdir. Deməli, 0,9-dan 0,5 çıxıram, 0,4. Təbii ki, böyüyün işarəsi elə müsbətdir. C variantına baxıram. Yenə biri müsbət, biri mənfi ədəd görürəm və demək ki, mən böyükdən kiçiyi çıxacağam və bu zaman mən 0,4-ü 10-4 kimi və yaxud da 5-də 2 kimi yazmaq istəyirəm ki, kəsirlərlə bu dəfə əməliyyat daha rahat olsun. Və 5-də 2 kəsirini hətta məxrəci 15 olan kəsirə çevirsəm, sürəti də məxrəci də 3-ə vurmalıyam deyən, dönür olur 15-də 6-ya. Və biri mənfi, biri müsbət ədədlərlə işlədiyimizə görə böyükdən kiçiyi çıxıram. Təbii ki, böyüyümüz 15-də 8-dir. 15-də 8-dən 15-də 6-nı çıxıram, eləyir 15-də 2 və böyüyün işarəsi olaraq mənfini qarşıya yazıram. D variantında isə 2 mənfinin toplanmasını görürəm və 0,2-nin əvəzinə kəsir kimi də yaza bilərik və ya 20-də 9-u onluq kəsir kimi yazsaq 0,45 deməkdir. Demək ki, biz 0,45 ilə 0,2-ni toplayıb mənfi cavabını yazacağıq. Bu isə eləyir 0,65. Növbəti E variantı. Burada da biri mənfi, biri müsbət olacaq və biz 5-də 3-ü 0,6 kimi yazsaq, yenə rasional ədədlərin çıxılması qaydasına görə biz bunu 0,6 üstəgəl mənfi 1,8 kimi yaza bilərik. Artıq belə deyim, öncəki səhifədə bunu işləmişik və bu zaman böyükdən kiçiyi çıxıb cavabı böyüyün işarəsi ilə, yəni mənfi 1,2 olaraq yazırıq. İndi burada yenə mənfi 2,5 yazıram, üstəgəl çıxılanın əksi isə müsbət 2-də 7 eləyir. Bu isə 3,5 deməkdir. Deməli, mənfi 2,5-in üzərinə 3,5 gələndə bilirik, axı böyükdən kiçiyi çıxacaq, böyüyümüz 3,5-dir. Cavabımız eləyəcək. Deməli, 3,5-dən 2,5-ə çıxacaq, 1 tam və cavabımız müsbət olaraq qalacaq. Növbəti C variantına baxaq. Burada yenə mənfi 1,2-ni yazıram, üstəgəl qoyuram. Çıxılanın əksi isə müsbət 5-də 2-dir. Gəlin müsbət 5-də 2-ni, 1,5-də 2-ni 1,4 kimi yazacağam sizin üçün ki, hesablama rahat olsun. Və biri müsbət, biri mənfi ədədlərdə biz böyükdən kiçiyi çıxacağıq. Cavabımız eləyəcək 0,2 özü də müsbət. Burada nə iş görəcəyik? 1,4-də 1. 4-də 1-i 1,125 kimi yazaram. Üstəgəl çıxılanın əksi də müsbət 1,5-dir. Və bunların cəmi isə bizə verir 2,75. Bu bizim 10-cu tapşırığımız idi. İndi 11-də görək nə deyir bizə? Dəyişənin verilmiş qiymətində ifadələrin qiymətini hesablayın. Yəni, bu bilirsiniz nə deyir bizə? Deyir ki, məsələn, bax, ifadəyə bax. Deyir ki, A çıx 4-də 7 var, ha. A-nın yerinə deyir, mənfi 8-də 3 qoy. Aha, qoyaq da. Onda mənim misalım mənfi 8-də 3 çıxılsın 4-də 7-yə çevrilir. Və mən sizə daha qısa yol deyim, əziz şagirdlər. Bax, hər ikisində eyni işarə görürsənsə, daha praktik yol. Bunların özlərini topla və cavaba mənfi yaz. Toplama zamanı mən əvvəlcə ikinci kəsiri 8 məxrəcinə gətirsəm, olur 8-də 14. Deməli, 8-də 3 ilə 8-də 14-ü toplasam, eləyir 8-də 17. Bura baxıram, yenə 1,4 çıx A-nın əvəzinə mötərizə daxilində, çünki mənfi daxil, 8-də 3 yazıram. Mən bu barədə nə bilirəm? Bilirəm ki, çıxmanı üstəgəlməyə çevriləndə çıxılan əksinə yazılacaq, yəni müsbət olaraq yazılacaq. 8-də 3-ü də istəyirəm çevirim onluq kəsirə. Bunun üçün 3-ü 8-ə böləcəm. Eləyəcək 0,5.
1000-də 375 və bunun üzərinə həmən 1,4-ü gəlirəm. Niyə? Çünki hər ikisi də müsbətdir və biz sadəcə bunu toplayırıq. Və B bəndinə gəlirik. B bəndində isə bu dəfə bizə deyir ki, S-nin əvəzinə -9/4 yazaq. Bax, mənfini saxlayıram. S-nin əvəzinə mötərizədə -9/4 yazıram. Çıxılsın, burada da 3/2 var. Gəlin 3/2 məxrəcini 9-a gətirsək, sürət və məxrəci 3-ə vururam, olur 9/6. Və burada hər iki mənfi onu göstərir ki, çöldəki mənfi içəridəki mənfiyə vurulur. Bu isə eləyir müsbət 9/4. Çıxılsın 9/6. Aha, biz çıxma zamanı nə edirdik? Azalanın üzərinə çıxılanın əksini gəlirik və bu zaman böyükdən kiçik çıxsaq, cavabımız eləyir 9/2. Özdə mənfi. Niyə? Çünki böyük işarəmiz mənfidir, o yüzdən. Növbəti, yenə mənfi C. Biz artıq buradan mənfi C-nin müsbət 9/4 olduğunu anladıq. Üstünə gəlirəm. Bu isə 5/1 deməkdir. Ortaq məxrəc 45 seçirəm. Buranı 5-ə, buranı 9-a vuracam. Olacaq 20 üstə gəl 9, cavab 45/29. Növbəti 12-ci tapşırıq. 12-ci tapşırıqda hər bir tənliyi ayrı-ayrı həll edib məhsulu tapacam. X-i tapmaq üçün bilirəm ki, cəmlə məlum toplananı çıxıram və mən sizə artıq daha praktik yol deyəcəm, yadınızda saxlayın. 0,4-dən 1,2-ni çıxmaq zamanı balacadan böyüyü çıxa bilmiriksə, bu zaman böyükdən balacanı çıxıram. Yəni 1,2-dən 0,4-ü çıxıram. Cavab 0,8, lakin böyüyün işarəsini qarşıya yazıram. Vəssalam. Bu praktik yoldan istifadə edin. Gəlirəm bura. Burada mən məhsul çıxılanı tapıram. Məhsul çıxılanı tapanda azalandan fərqi çıxmaq lazımdır. Və bu zaman yenə də bayaqki üsuldan istifadə eləyək. Götürək 5,2-dən, yəni əksinə çıxıram da. 2,4-dən çıxa bilmirəmsə, gəlirəm 5,2-dən 2,4 çıxıram, 2,8. Lakin mən işi tərsinə gördüyümə görə cavaba mənfi yazıram. C variantında məhsul azalanı tapıram. Məhsul azalanı tapanda fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Və fərqin üzərinə çıxılan gələndə görürəm ki, biri mənfi, biri müsbət ədədlərin toplanmasına çevrildi. Əvvəla gəl bunu ortaq məxrəc olaraq 6 məxrəcinə gətirək. Birinci kəsir 6 məxrəci ilə yazılanda 6-da 4 olur, ikinci isə 6-da 3 olur. Və təbii ki, biri mənfi, biri müsbət ədədlərin toplanması qaydasına görə böyükdən kiçik çıxacam və böyüyün işarəsini də yazacam. D variantında məhsul toplananı tapıram. Bu zaman fərqdən, fərq deyirəm, üzürlü sayı, cəmlə məlum toplananı çıxacam. Və mən bayaqları belə bir praktik üsul dedim ki, hər ikisi mənfi olanda, bax, bu da mənfidir, bu da mənfidir, başqa mənfi falan yoxdursa, götürürsən 6-da 1-lə 1,3-1-i topla, amma 1,3-1-i gəl 6 məxrəcinə çevirək, elə toplayaq və sadəcə cavabda mənfi yaz. O da eləyir mənfi 1,6-da 3. Bunu da ixtisar eləyərəm. Mənfi 1,2-1 olar. Və 13-cü tapşırıq. Müqayisə edin. Müqayisə etmək üçün biz əvvəla bunları ayrı-ayrı hesablamalıyıq, sonra müqayisə etməliyik. Deməli, biraz daha sürətli eləyəcəm. Artıq biz bunları tanıyırıq. 3,2-dən 4,1 çıxanda necə demişdik? Dedik ki, 4,1-dən götürək 3,2-ni çıxaq 0,9. Amma cavaba mənfi yazaq. Əla. Və iki mənfini müqayisə eləyəndə böyük olan kiçik olur. Hal-hazırda 0,9 0,8-dən böyükdür. Lakin hər ikisi mənfi olduğuna görə böyüyə kiçik deyəcəyik. Növbəti B variantında əvvəla bu hissəni hesablayanda biri mənfi, biri müsbət elədiyinə görə böyükdən kiçik çıxıb cavabın böyüyün işarəsini yazıram. Burada isə hər ikisi mənfi olduğuna görə əksinə toplayıb mənfi yazıram. Və təbii ki, mənfilərdə böyük olan əksinə kiçikdir. Sonra cavab C variantı. Cavab deyirəm, yəni C variantına baxaq. Aha, burada da birinci, əvvəla mən görürəm ki, 5-də 8-i onluq kəsirə çevirsəm daha rahat olar mənə. Bunu 1,6 yazıram və 0,4-dən 1,6-nı çıxanda eləyir mənfi 1,2, çünki böyük mənfidir burada.
Bu isə 0,5 kimi baxsaq, burada da mənfi 0,4 eləyir, çünki böyükdən kiçik çıxıram. Və təbii ki, mənfilərdə müqayisə zamanı böyük olan kəsir kiçikdir. Və burada olacaq bu işarə. Belə, əziz, dəyərli 7-ci sinif, növbəti mövzu, növbəti videoda.